Hörmətli izləyicilər, Masterclass servisi sizi salamlayır. Öncədən videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Qarşınızdakı kombi Vanguarddır. Təzyiqlə bağlı problemi var idi. Məlumat üçün sizə bildirim ki, Vanguard kombisində təzyiq kranı burada yerləşir. Təzyiq də məsləhətdir ki, 1 ilə 2-nin arasında. Yəni bu hətta biraz çoxdur. Mən bunu indi azaldacağım inşallah. 1 ilə 2-nin arasında olması məsləhətdir ki, təzyiq 1 ilə 2-nin arasında olsun və sizdə əgər bu ekranda Y1 xəta kodu yazıbsa, deməli sizdə təzyiq sıfırdadır və ya əgər təzyiq normadadırsa, burada yenə də Y1 xəta kodu yazırsa, onda çox güman ki, təzyiq datçiki və ya manometrin tutulması nəticəsində xəta baş verib. Sizdə də Vanguard və ya digər kombidə təzyiq və ya digər xəta kodu ilə bağlı probleminiz varsa, aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.